davamıdır. Yəni bu Qazaxıstan aparıcıları görürsünüz, onlar hətta yəqin Samir Əfəndiyə paxıllandılar ki, ay Allah, bəs biz qucaqlayaydıq o ermənini. Hədə 7 milyondan yuxarı o türkləri məhv eləyiblər. Qazax başı izi kəsilmişlər ermənilər. 20-30-cu illər, 40-cı illər, hə? Orada siz o erməniyə deyəydiniz də, bir irad tutaydınız, bir üzr istəyin Türk xalqından ki, siz baş kəsibsiz, böyle gəlib bir meymunçuluq edib oxuyursunuz. Yəni bu ona görə bu əfəndinin mən istəmərəm ki, yəni hamı düşsün üstünə. Səhvlik eləyib, amma bir üzr istəməli idi. Və mən istəmirəm ki, yəni düşman ona bir beləki bir lağla görürsünüz də bu bela necə lağa qoydu Samir Əfəndinin ki, biz getmədik. Amma bunlar şəhidlər ola getdi, müğənni oxudu Euroviziya və s. Bax belə. Yəni bu alçaqdır. O deyir ha, panelni anadan olan, hansı ki unudublar ki, anaları Marksın ətəyində, qucağında yatırmış. Bax bunlar gəlib Göyçindən olan, bütün dünya bunlara ad qoyub, o Çarens də, Samvel də, Daşdens də, erməni yazıçılar deyiblər ki, biz anamızın qarnında ən qorxaq, oğru və mənə də bağışlayın, əxlaqsız bir insan oluruq, əmələ gəlirik. Bu Marks yox, Çavçavadze yox, bunu hamı deyir. Yəni bu Margo Simonyanın da bilirsiniz də davamçılar. Margo Simonyan necə deyir, mən şoferin başımı qoydum şoferin ayaqlarının ortasına. Yəni bunlarda bu millətdir. Bunlar bilirsiniz kimdir? Türkün o baş barmağı var ayağında. Baş barmaq. Türkün baş barmağını yəni yalayanlardır, sevirlər. Bu o millətdir və o bizi durub aşağılayır, təhqir edir. Sən kimsən? Əfəndini hələ bir lağa qoyursan. Yəni biz qınaya bilərik, biz deyə bilərik. Amma bu, ona görə də yəni bax bunu bilin. Yəni beləki insanlar çoxalacaq və Azərbaycanlılar bugün görürsünüz pis nümunə oldu. Yəni qucağından sonra indi gedib o biri kiminsə xalq artistinin qızı deyir, erməni ilə öpüşür. Sabah o ermənilər Avropada da Azərbaycanlılar qaçıb qucaqlayacaqlar. Belə çıxır da, yəni bu pis nümunədir.